Allah Teala Taha surəsində 46-cı ayədə Həzrəti Musa və Həzrəti Harun, Allahın salamı olsun hər iki peyğəmbərə, barəsində bizə bildirir ki, bu iki peyğəmbəri mən Fironun üzərinə göndərəndə, onlar dedilər ki, işimizin yarımçıq qalmasından qorxuruq, sözümüzün təsirsiz olmasından qorxuruq, bu ilahi islahat planının baş tutmamasından qorxuruq. Allah Teala buyurur, Lə təxafə, ey iki peyğəmbər, mənim bəndələrim, qorxmayın. İnnəni mə'əkuma, şübhəsiz mən sizinləyəm. Əsmə'u və ərə, həm deyilənləri eşidirəm, həm də hadisələri görürəm. Hər şey mənim nəzarətimdədir. Əzizlər, mənə elə gəlir ki, bizim əsas problemimiz Allahın vədələrinə inanmamağımızdır. Allah Teala burada buyurur ki, mən sizinləyəm, eşidirəm, görürəm. Birinci məsələ budur ki, bu yalnız Həzrəti Musa və Həzrəti Harun əleyhissalama aiddir, ya onların işini görən hər kəsə aiddir. Yəni, Allah yolunda addımlayan, istənilən şəxslə Allah Teala belə rəftar edir, ya yalnız o iki peyğəmbərlə belə rəftar edir. Bunu dəqiqləşdirmək üçün baxmaq lazımdır. O iki peyğəmbər nə edirdilər ki, o işlərinə görə Allah Teala onlarla idi? Biz də həmin işləri görsək, Allah bizimlə olarmı? Özümüzə sual verək. İkincisi, Allah onlarla idi nə deməkdir? Yəni, onlarla addımlayırdımı? Onlara ürək dirək verirdimi? Allah buyurur, mən sizinləyəm, yəni nə? Yəni, Allahın onlarla olmasının faydası nə idi? Onlar nə başa düşdülər ki, cəsarətlənib Firon kimi bir hegemonun üzərinə getdilər? Biz niyə Allah Teala'nın bu vədəsindən cəsarətlənib şeytana qarşı mübarizə apara bilmirik? Məyər Allahın şeytanla mübarizədə bizə kömək etməyə istəyi, imkanı, gücü, səlahiyyəti yoxdur? Bu ikinci məsələ. Üçüncü məsələ budur ki, onlar öncə nə iş görmüşdülər ki, Allah Teala onlarla idi? Yəni, pak olduqları üçün Allah onlarla birgə idi, ya napak olduqları üçün Allah onlarla birgə idi? Bu suallara biz cavab verməliyik. Biz bu suallara cavab verərkən bu ayəni daha dəqiq anlaya bilirik. Musa peyğəmbər, Harun peyğəmbər, Allahın salamı olsun o iki ali şəxsiyyətə. Onlar Allah yolunda addımlayırdılar. Allah yolunda addımlamışdılar. Allaha doğru dönmüşdülər. Ona görə Allah onlarla idi. Edəcəkləri yeni iş də Allah yolunda idi. Ona görə Allah onlarla idi. Allahın onlarla olması hər şey demək idi. Allahın onlarla olması onlara bu inamı, bu inancı vermişdi ki, haqq üzülər, incələr, haqq incələr, amma üzülməz. Haqq nazilər, amma üzülməz. Haqqı axtaran adam, nəfsi ilə, şeytan ilə mübarizə aparan adam sona qədər ruhdan düşməməlidir, çünki Allah onunladır. Allahın planı budur ki, sona qədər meydana gəlmir. Sona qədər elə dəstək verir, insan görür ki, bu sanki maddi dəstəklərdir, elə səbəb-nəticə qanununa uyğundur, elə hər şey belə olar. Allahın qeybi dəstəyi, qeyri-adi yardımı məhz insanların maddi imkanları tükənən zamandır. Ona görə də Musa peyğəmbər, Harun peyğəmbər əleyhissalam bu vədədən sonra qorxmadılar. Tam cəsarətlə irəli getdilər. Düşmən nə danışdısa qorxmadılar, çünki Allah eşidirdi.
Düşmən bağlı qapılar arxasında Firon nə plan cızdısa qorxmadılar, çünki Allah eşidirdi. Sehirbazların sehirlərindən qorxmadılar, çünki Allah görürdü. Hər şeydə Allahın vədəsinə inandılar. Və Allahın insanla olması hər şeyə qalib gəlmək deməkdir. Hər şeyə, möcüzəvi şəkildə, ecazkar formada hər şeyə qalib gəlməkdir. Allah mənimlədirsə, mən hər şeyə qalibəm. Amma o Allahın mənimlə olmasını təmin etməliyəm. O necə olur? O belə olur ki, mən Allahla olmalıyam ki, Allah mənimlə olsun. Mən ilahi plana daxil olmalıyam ki, Allah mənim planlarımı uğurlu hədəfə çatdırsın. Əslində bu həyat üçün, həyatın bütün sahələri üçün çox vacib bir koddur bu ayə. Taha surəsi 46-cı ayə. İnnəni mə'əkuma. Mən sizinləyəm, ay doğru yolda olanlar. Ay haqq yolunu gedənlər. Məqsədə çatana qədər baş verən çətinliklər, hadisələr məhz mənim nəzarətimdədir. Səbirli olun, mənimlə birlikdə olun. Sonda görəcəksiniz ki, sizin arzuladığınızdan daha yaxşısını sizə verdim. Sizin gözlədiyinizdən daha yaxşısı sizə qismət oldu. Bu yolda çəkdiyiniz əziyyətlər şirin bir xatirəyə çevrildi. Bir şərtlə ki, mənimlə olun. Mənimlə olun ki, mən də sizinlə birgə olum, sizin duanızı eşidim, istəklərinizi eşidim, əməllərinizi görüm, sizi dəstəkləyim. Allahım hamd.